Uşaqlıqda tərk edilmə travması olan insanların oxşar bir cəhətləri var. O insanlar adətən fantaziyalarında daha çox yaşayırlar. Fantaziyalarında daha gözəl həyat, mutlu, məsud, istər karyeraları ilə bağlı hardasa belə uğur qazanmış, populyar, sevilən bir insan olduğunu arzulayırlar. Fantaziyalarında qururlar və yaxud da münasibətin ən gözəli, özlərinin ən gözəl variantı fantaziyalarında qururlar və belə insanlar çox vaxt reallıqdan çox uzağa qaçmağa çalışırlar. Çünki reallıqda olmaq və özünün sadəcə adi olduğunu anlamaq onlara ağrılı gəlir. Çünki onlar düşünür ki, əgər mən yetərincə olsaydım, o zaman məni atmazdılar, o zaman məni nənəmə, babama verməzdilər və yaxud da o zaman məni tərk etməzdilər və yaxud da o zaman məni sevərdilər. Və ona görə də onlarda belə bir ideya var ki, onlar nə cürsə başqa cür olmalıdırlar, nə cürsə uğurlu olmalıdırlar, nə cürsə mükəmməl olmalıdırlar və əgər dərinə getsək, onlarda belə bir inanc var ki, əgər mən bu cür olsam, o zaman məni sevəcəklər və o zaman məni tərk etməyəcəklər və mən o hisslə bir daha rastlaşmayacağam. Və bu insanlarla çox vaxt terapiyada uzun yol o olur ki, onunla hər şey okeydir.